Gözlərinizdə qəfildən qızarma, şişkinlik və irin əmələ gəlib. Nəyin əlamətləri bu ola bilər? Bizim aləmimizdə sözsüz ki, bu bakterial konjunktivitdir. Bu xəstəlik gözün selikli qışasında yaranır və ən çox uşaqlarda rast gəlir. Xüsusən bu payız və qış mövsümündə geniş yayılır. Çox yolucuqludur. Dəsmaldan, oyuncaqlardan, əllərdən, əşyalardan, yəni ki, bir-birinə keçə bilər. Bu xəstəliyin əlamətləri çox tez başlayır. Adətən əvvəlcə bir göz qızarır, çirkli axıntı gəlir. 1-2 gün keçərək o biri gözdə eyni əlamətlər əmələ gəlir. Səhər oyananda bizim gözlərimiz yapışır bir-birinə və gözləri açmaq olur çox çətin. Müalicəsi çətin deyil. Antiseptik və antibiotiklər istifadə edirik, yəni ki, müəyyən bir vaxtda dərmanları azaltmaq şərti ilə. Gecikəndə bu əlamət keçə bilər daha bir fəsada, keratit formasında, xoralar formasında və sözsüz ki, belə bir problemləri öncədən həll etmək lazımdır, öncədən müalicə etmək lazımdır ki, bu böyük bir problemə çönməsin.